Necə doğru nəfəs almalıyıq? Aha, əslində hər kəs nəfəs alır, nəfəs almasaq yaşaya bilmərik. Amma sizdən bir xahişim, bir əlinizi qoyun döş qəfəsinizin üzərinə, bir əlinizi qarnınızın üzərinə və baxın, nəfəs alıb verəndə bədəninizdə hansı hissə tərpənir? Döş qəfəsiniz yoxsa qarnınız? Əgər burada döş qəfəsiniz tərpənirsə, bu deməkdir ki, siz daha çox səthi nəfəs alırsınız. Bu nəfəs isə daha qısa və dərin olmayan nəfəsdir. Dərin olmayan nəfəsdə isə bizim bədənimiz oksigenlə təmin olunması çətinləşir. Nə qədər nəfəsimiz qısadırsa, o qədər ömrümüz də qısa olur. Çünki qısa nəfəs tələskənlik, əsəb, stres yaradır. Doğru nəfəs isə qarınla, diafraqma ilə alınıb verilən nəfəsdir. Və bunu hər gün praktika eləyə bilərsiniz. Əlinizi qoyun qarnınızın üzərinə və sadəcə 5-10 dəqiqə nəfəs alanda qarnınızı şişirdin, nəfəs verəndə qarnınızı boşaldın. Bu sadəcə 10-15 dəqiqəlik edilən bir praktika deyil. Bu əslində bizim doğru nəfəsimiz gün ərzində, hətta 24 saat ərzində alıb verməli olduğumuz doğru nəfəsdir. Qarın nəfəsini öz həyat tərzinə çevirdikdən sonra görəcəksən ki, ürək döyüntülərin normallaşır, stres hormonun azalır və özünü daha gümrah, daha rahat hiss edirsən.